Elçin müəllim, necəsiz? Yaxşı, əla da demək olar. Elçin müəllim, siz həm şair, həm jurnalist və artıq həm də deputatsınız. Milli Məclisdə ilk dəfədir təmsil olunursunuz. Lakin parlamentdə elə şəxslər var ki, birinci çağırışdan bu yana seçilir. Təcrübə baxımından parlamentə ilk gəlişinizdə çətinlikləriniz oldumu? Prinsipi etibarilə yox. Çünki əsas məsələ ünsiyyətdir və kollektivə uyğunlaşmaq məsələsidir. Uzun illər boyu media sektorunda olduğum üçün, həm də siyasi tok-şovlar faktiki apardığım üçün onların böyük əksəriyyəti ilə münasibətlərim var idi daha öncədən. Həm işgüzar, həm səmimi və nəticə etibarilə elə bir problem yaranmadı. Parlamentdə gəldiyim ilk gündən də həm Milli Məclisin rəhbərliyi, həm də deməli Milli Məclisin aparatı, bütün digər deputatlar kimi mənə də diqqət göstərib və istənilən məsələ ilə bağlı müraciətimə dərhal reaksiya verib. Yəni adətən bir yerə təzə gedəndə köhnələr yeni sıxışdırır deyirlər. Yəni maraqlıdır ki, sizdə belə bir hal baş verdimi? Qətiyyən yox, əksinə köhnələrdən yalnız dəstək görmüşəm. Sizin ən məşhur şeirlərinizdən biri Qalx Ayağa Millət şeiridir. Hansı ki, bu şeirə musiqidə bəstələnib və dillər əzbəri olub. Daha doğrusu şeir musiqiyə yazılıb. Heyratı ritmik muğamına 88-ci ildə yazdığım bir marşdır. Azərbaycan Milli Azadlıq Hərəkatının marşıdır. Bu şeiri yaradıcılığınızın kulminasiyası adlandırmaq olarmı? Fərqli yanaşmalar ola bilər. Elə insanlar var ki, mənim sevgi şeirlərimi daha çox sevirlər və daha çox dillər əzbəri olan şeirlərim var onların arasında və daha çox Azadlıq marşından daha çox belə deyək dinlənilən şeirlər var. Məsələn? Başqa mahnılar bəstələnib. Bir gün mən olmasam var, ta ki ürəyim yanar heç də Azadlıq marşından az sevilən bir mahnı deyil. Abbas Əhmədin ifasında və onun bəstəsində. Azadlıq marşının yeri tamamilə fərqlidir və Azadlıq marşında biraz da milli düşüncənin kodları var. 88-ci ildə Azərbaycan müstəqil deyildi, bəlli olduğu kimi Sovet İttifaqının tərkibində idi, baskı altındaydı, imperiyanın ideoloji baskısı altındaydı, siyasi baskısı altındaydı və həmin anda 21 yaşlı bir gəncin bir bayraq altında birləşmək bir fikrini ortaya atması, Qalx Ayağa Millət, boğmasınlar səsimizi bir bayraq altında birləşdir bizi bir fikrini ortaya atması, bu poetik nümunə olaraq da, fikir olaraq da nəticə etibarilə əslində qeyri-adi bir yanaşmaydı. Çünki mən 2 yaşlı bir bayraq altında birləşmək anlayışımda nə olduğunu bilmirdik. Marşa ilk dəstək verən iki mənim dəyərli, sevimli və təəssüflər olsun ki, həyatda olmayan ustadım olub. Biri Bəxtiyar Vahabzadə, biri də mərhum Tofiq Quliyev bəstəkarımız. Hər iki şəxsiyyəti böyük ehtiramla anıram, xatirələrində həmişə əziz tuturam. Mənəvi dəstək göstəriblər, təbliğ olunmasında, efirdən həmin dövrdə Azadlıq marşını müdafiə etmək qənaətimə görə hər kəsin cəsarəti deyildi. Uzun illər Milli Məclisdə elə şəxslər olub ki, illərlə partiya yoldaşı olublar və beləliklə uzun müddətli dostluqları yaranıb. Maraqlıdır, sizin partiya yoldaşınızla münasibətləriniz necədir? Partiya yoldaşımla münasibətim normaldır və mən Elman Nəsirovla hal-hazırda birlikdə otururam. Uzun illərdir tanıdığım insandır, ünsiyyətimiz var və olub. Daimi, yəni həm də peşə müstəvisində əlaqələrimiz olub. Mən bir jurnalist və yaxud bir aparıcı kimi fəaliyyət göstərəndə davamlı əlaqələrimiz olduğu üçün baxımdan ünsiyyət problemimiz yoxdur. Milli Məclisdə dostunuz var? Milli Məclisdə uzun illərdən bəri şəxsi münasibətlərimiz olan, qarşılıqlı şəkildə bir-birimizə hörmət bəslədiyimiz insanların sayı yetərincədir.
bir-birimizi yaxından tanıdığımız və təbii ki, mən öz tərəfimdən onları dost hesab edirəm. Amma qarşı tərəfin münasibətini şübhəsiz ki, bilə bilmərəm. Ümumən dostluğun qarşılığında həmişə dostluq görmüşəm. Elçin müəllim, əvvəllər parlamentdə qalmaqallar çox olurdu. Lakin artıq demək olar ki, yox dərəcəsindədir. Sizcə bunun səbəbi nədir? Azərbaycanda cüzi istisnalar olmaq şərti ilə o şəxslər də parlamentdən kənardadırlar. Sivil siyasi münasibətlərin qurulması istiqamətində son illər çox ciddi irəliləyiş əldə olunub və hər hansı fərqli baxışların sahibi olan insanlar da belə davranışlarında bir-birlərini hörmətlə yanaşırlar. Baxımdan qənaətimə görə bizdə artıq polemika mədəniyyəti, yəni qanunvericilik təşəbbüsləri kontekstindən fərqli fikirlərə hörmətlə yanaşmaq mədəniyyəti formalaşıb. Baxımdan da qalmaqalların məhz bu səbəbdən olmadığı qənaətindəyim. 23 il üzvü olduğunuz Ədalət, Hüquq, Demokratiya Partiyasından ayrılmağınız geniş rezonans doğurmuşdu. Maraqlıdır, partiyadan çıxdıqdan sonra Qüdrət Həsən Quliyevlə münasibətləriniz necə davam edir? Heç bir münasibətlərdə şübhəsiz dəyişiklik yoxdur. Təbii ki, biz siyasi mövqelər ayrıla bilər, amma insani münasibətlər ayrılmır, parçalanmır, bölünmür və bir qayda olaraq mövzuda danışmıram, amma keçdiyim yola hörmətlə yanaşıram. Baxımdan da birlikdə addımladığım adamlara da hörmətlə yanaşıram və eyni yanaşmada davam edəcək. Münasibətləriniz bugün də Təbii normaldır. yaxın zamanlarda belə bir partiya daxili problem həm də VHP-də baş vermişdi. Bildiyiniz kimi Sabir Rüstəmxanlı ilə Rafael Hüseynov arasında kiçik bir qalmaqal yaşanmışdı. Və hətta bu qalmaqaldan sonra vitse-spiker açıqlamışdı ki, partiyadan istefa verəcək. Lakin bu hal baş vermədi. Bu məsələyə münasibətiniz maraqlıdır. Hər iki şəxsə böyük hörmətim var. Çox şadam ki, deməli, bu münasibətlərdə dərin çat yaranmayıb və davam edir və qənaətimə görə ölkədə həm siyasət adamları, həm də ziyalılar bir-biri ilə hörmətlə danışmağı bacarmalıdırlar. Qarşılıqlı münasibətlərin pozulmasına imkan verilməməlidir. Və düşünürəm ki, bu da bir president rolunu oynaya bilər. Son günlərdə bir sıra həmkarlarınız məmurlardan narazılıqlarını dilə gətirirlər. Bəli. Və sizin hansısa məmurdan narazılığınız varmı? Narazılığım olduğum məmur yoxdur. Bildiyiniz kimi ölkənin son aylarda ən çox müzakirə etdiyi məsələlərdən biri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən proseslərdir. Maraqlıdır, partiya üzvü olduğunuz zaman Ramiz Mehdiyevlə görüşünüz olub? Heç vaxt görüşümüz olmayıb, şəxsi ünsiyyətimiz olmayıb və hətta rəsmi ünsiyyətimiz də olmayıb prinsipi etibarilə. Yəni biz tamam fərqli baxış bucaqlarına, ideoloji yapıya, altyapıya malik olan insanlar olmuşuq. Digər tərəfdən də onun səlahiyyətləri şübhəsiz ki, həmin dövrdə kifayət qədər yüksək olub və prinsip etibarilə milli baxışlarım olduğu üçün və bu ideoloji və sistemli xarakter daşıdığı üçün də belə düşüncəsi olan insanların mənə münasibətdə o qədər də xoş yanaşma tərzi sərgilədiyini düşünmürəm və bunu öz həyatımda da hiss eləmişəm. İndi bu haqda danışmaq qənaətimə görə subyektiv bir təsir bağışlaya bilər, doğru deyil. Amma təbii ki, onun fəaliyyətini bütövlükdə həm Azərbaycanın ideoloji mühitinə, həm ölkədə çox partiyalı sistemin formalaşması prosesinə çox ciddi zərbə vurduğu qənaətindəyim. Bildiyiniz kimi AİB-nin gələn il qurultay keçiriləcək. ANAR 2022-ci ildə keçirilən qurultayda sədr seçildikdən sonra belə bir açıqlama vermişdi ki, növbəti dəfə sədrlik üçün namizədliyimi verməyəcəm. Sizcə ANAR-a AİB-də kim əvəz edə bilər? Doğrusu bu barədə əslində fikir səsləndirmə etik deyil. Yəni Azərbaycan Yazıçılar Birliyində ANAR-ı əvəz edə biləcək həm rəhbərlikdə təmsil olunan, həm də olunmayan çoxsaylı insanlar var. ANAR Azərbaycanın böyük ziyalısıdır, böyük yazıçısıdır. İndi hərə fərqli münasibət bəsləyə bilər. Bu normal bir məsələdir. Onlara münasibətdə obyektiv, qeyri-obyektiv və yaxud hansısa subyektiv faktlara əsaslanaraq fikir səsləndirən insanlar olar. Amma o həqiqətən də böyük bir missiyanı bu günə qədər yerinə yetirdi. Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxarılması istiqamətində kim bu işi, xüsusilə də təşkilatçılıq işini daha yaxşı bacaracaqsa, zənnimcə həmin şəxsin önə çıxması daha vacib faktorlardan biridir. Ölkənin ən qalmaqallı adamlarından biri məhz ANAR-dır. Nə qədər sevəni varsa, bir o qədər də tənqid edəni var. Bunun səbəbi nədir? ANAR-a
ünvanlanan bütün ittihamların heç biri onun peşəkarlığı ilə bağlı deyil, şəxsiyyəti ilə də bağlı deyil. Bunlar hamısı Yazıçılar Birliyi ilə bağlı olan məqamlardır. Kimi Yazıçılar İttifaqını prezident təqaüdü verən və yaxud buna imkan yaradan, kimi Yazıçılar Birliyini kitabların dərcinə, nəşrinə və onun populyarlığına imkan yaradan bir yer kimi yanaşır. Kimi mənzil paylayan bir yer kimi yanaşır və umacaqlar olan yerdə də fərqli yanaşmaların olması təbii qəbul olunmalıdır. Mən sənin hər gecə yuxularında tapıb bitirdiyin adamam, qadın, göz yaşı içində dualarınla yerə gətirdiyin adamam, qadın. Hər gün baxışımla açılsın səhər, ensin gözlərimə, şua yerinə. Mən sənə Tanrının əmanətiyəm. Al, oxu hər gecə dua yerinə. Çok güzel. Çok güzel şiir benim. Bu şiirlə bağlı bu gələn belə deyək, necə deyək, ruh yüksəkliyi mi deyim, o istək mi deyim, o necə yaranır ümumiyyətlə şairlərdə? Birdən-birə indi hərədə bir cür yaranır. Bəzən bir neçə dəqiqənin içərisində qələmə alırsan. Hər gün bəlkə də fikrimdən yüzlərlə şeir motivi, ideyası keçir. Amma onun içərisində emosional duyğu olmadığı üçün və fitrətdən gəlmədiyi üçün mən onları qələmə almıram. Yəni, ilahi məhsul olmayan və ilahədən gəlməyən, belə deyək, heç nəyə yazmıram. İl ərzində bir və yaxud iki şeiri yazıram. Amma insan var ki, hər gün yazır. Bu fərqlidir, yəni. Ola bilsin ki, onların yuxarı ilə əlaqələri daha yaxındır və yaxud da poeziya bir o qədər ciddi yanaşmalar, fərqli yanaşmalar var. İndi səsləndirdiyiniz şeir, siz dediyiniz kimi bir dəqiqənin içində qısa zamanda yazılmış, bəlkə də 5-10 dəqiqəyə yazılmış bir şeirdir. Mənim hər kəs tərəfindən sevgi şeiri kimi qəbul edilən və çox da ifa olunan bir Elə Darıxasan şeirim var. Oğlumu xaricdə təhsil alırdı, çox gözləyirdim. Bir emosional bir his var idi. Telefonuna zəng çatmırdı. Narahatçılıq keçirirdim. O dərin narahatçılıqdan yaranan bir şeirdi, amma sonradan bəlli oldu ki, bu tamamilə fərqli bir motivdə ortaya çıxıb. Hansı sualı bugün deputat Elçin Mirzəbəyliyə versələr cavablandırmağa çətinlik çəkər? Çoxdur. Məsələn? Siz daha insaflısınız. Sağ olun. Çox sağ olun.